təyyarənin içərisində hansısa bir qurğu, hansısa bir partlayıcı maddənin ola biləcəyi versiyası irəli sürülürdü, amma bu istisna edilir. Biz bu və digər istiqamətlər üzrə danışacağıq. Elə təyyarənin xüsusiyyətlərindən tutmuş digər nüanslara qədər Milli Məclisin üzvü Elçin Mirzəbəyli suallarımızı cavablandıracaq. Elçin bəy, zəhmət olmazsa buyurun, hər vaxtınız xeyir olsun, xoş gördük sizi. Elçin bəy, təbii ki, alınan bu xəbərdən Azərbaycan da böyük sarsıntı keçirdi. Həm ona görə ki, 8 noyabr zəfərini yenicə qeyd etmişdik. Türkiyəli, Azərbaycanlı, eləcə də Pakistanlı hərbçilərinin şousunu, keçidini bütün dünya izləmişdi və F-16 təyyarələrinin ehtiyat hissələrinin olduğu, həmin o texniki baxışı həyata keçirən heyətin də yer aldığı təyyarənin qəzaya uğramasının indi səbəbləri araşdırılır. Biz hansı məqsədlər üçün bu vaxta qədər istifadə olunub bu təyyarə qeyd etmişik. Sizcə, yəni siz bir versiya irəli sürsəz və artıq bu vaxta qədər verilən informasiyaları təhlil etsəz, hansı məsələnin üzərində dayanmalıyıq biz daha çox? Təbii ki, öncə başımız sağ olsun deyirəm, Allah şəhidlərimizə rəhmət eləsin. Əgər biz bir millət, iki dövlət deyiriksə, o zaman şəhidlərimiz də birdir və təbii ki, Azərbaycan xalqı da baş verənlərdən kifayət qədər üzgündür. Böyük faciədir, şübhəsiz bu önəmli bir gündən sonra baş verən hadisə, bu faciənin daha çox diqqət mərkəzində olmasına zəmin yaradır. Ən müxtəlif konspiroloji nəzəriyyələr ortaya çıxır. Bir qayda olaraq belə faciələr baş verəndə önə daha çox fəlakət dəllalları çıxırlar və təəssüflər olsun ki, indi bu fəlakət dəllallarının içərisində daha çox peşəkar ekspertlərin də, hətta jurnalistlərin də olduğunun şahidi oluruq. Müxtəlif nəzəriyyələr irəli sürmək olar, amma birinci növbədə prosesin içərisində mütəxəssis rəyinə ehtiyac var. Təbii ki, tamamilə dəqiq diplomatik mənbələrdən alınan və ya konkret olaraq yerindən alınan informasiyalar təhlil olunmadan məsələ haqqında, baş verənlər haqqında konkret hansı bir fikir söyləmək qənaətimə görə çox çətindir. Təyyarənin funksiyası, yerinə yetirdiyi missiya bəllidir və eyni zamanda sonuncu dəfə 2020-ci ildə deməli əsaslı təmirdən keçdiyi də bəllidir. 5 il təyyarənin istismarı üçün nəticə etibarilə əsaslı təmirdən sonra mütəxəssislərin rəyinə görə böyük bir zaman kəsiyi deyil, böyük bir müddət deyil. İndiki şəraitlər hansı bir kənar müdaxilənin olması ilə bağlı konkret fakt yoxdur. Əgər kənar müdaxilə ilə bağlı konkret fakt yoxdursa, o zaman şübhəsiz ki, hansısa texniki nasazlıqla bağlı yaranmış bir problem nəticəsində təyyarə qəzaya uğraya bilər. Amma bütün hallarda ilkin rəyləri gözləmək lazımdır. Yəni, əgər təsdiqlənərsə ki, hər hansı bir formada kənar müdaxilə olmayıb, o zaman təbii ki, bütün proses daha uzun müddətli olacaq. Həm qara qutunun araşdırılması ilə bağlı, eyni zamanda digər məlumatların təhlil edilməsi nəticəsində ortalığa obyektiv reallıqlar çıxa bilər. Amma bütün hallarda böyük faciədir və təəssüflər olsun ki, bizim ən gözəl günümüzdə bizimlə hər zaman olduğu kimi bir yerdə olan dəyərli deməli, insanlar, dəyərli mütəxəssislər şəhid olublar. Bir xəbər var, tamaşaçılarla həmin informasiyanı bölüşüm. Müdafiə Nazirliyinin Telegram kanalında paylaşım edilib. Azərbaycan Müdafiə Nazirliyi Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus olan C-130 yük təyyarəsinin qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərin ailələrinə və qardaş Türkiyə xalqına başsağlığı verib. Başın sağ olsun Türkiyə, sizin acınız bizim acımızda. Allah rəhmət eləsin deyə paylaşımda vurğulanır. Elçin bəy, sizin də dediyiniz kimi versiyalar, bir xeyli versiyalar irəli sürülür. Bu da əslində anlaşılandır. Çünki sosial media dönəmi yaşayırıq və yanlış informasiyaların, dezinformasiyaların yayılma sürəti həmişəkindən daha çoxdur. Yəni, bugün insanlar yalnız televiziyanı izləmirlər, çünki sosial medianı da sürətli şəkildə izləməyə və oradakı yanlış informasiyaları da qəbul etməyə başlayırlar. Biz indi daha doğru, daha dəqiq informasiya vermək üçün çalışırıq. Düzdür, qara qutu tapılandan sonra bu bəllidir.
bəlli olacaq. Amma bir tərəfdən Rusiya versiyasının adını çəkirdilər ötən axşamdan etibarən. Rusiya məcbur oldu, açıqlama vermək gərəyi duydu ki, belə bir bizimlə aidiyyəti olan məsələ deyil. Azərbaycan və Türkiyə münasibətlərinin korlana biləcəyi ilə bağlı bunun üzərindən ehtimallar səsləndirilir. Türkiyə və Azərbaycan münasibətləri elə müstəvidə deyil ki, hansısa bir məsələ ilə, dezinformasiya ilə bu pozulsun. Amma nəyə diqqət yetirmək lazımdır? Yəni, Türkiyə-Azərbaycan münasibətləri nə qədər yaxınsa o qədər də həssasdır. Pozmaq istəyənlər çoxdur deyə. Bunun üzərindən danışsaq. Tamamilə doğrudur. Təkrübaki qrupların sayı yetərincədir. Onlar istənilən hadisədən istifadə edərək iki qardaş ölkə arasında nifaq toxumu səpməyə çalışırlar və bu proses təkcə xaricdən qaynaqlanmır. Elə qardaş ölkənin özündə də elə qruplar var ki, onlar Azərbaycan-Türkiyə münasibətlərinin indiki səviyyəsindən çox narahatdırlar və nəyə bahasına olursa olsun bu münasibətlərin korlanmasına çalışırlar. Önəmli olan məqam dezinformasiyaların yayılmasına yol verməməkdir. Yəni, bunun üçün isə boşluqları doldurmaq lazımdır. Mən tamamilə razıyam sizin fikrinizlə. Təbii ki, məlumat verilməlidir, araşdırmalar aparılmalıdır, müxtəlif versiyalar səslənməlidir, amma bu versiyalar peşəkarlar tərəfindən və konkret olaraq faktlara istinad edilərək səslənməlidir. Və burada çox incə bir xət var. Yəni, dezinformasiya ilə real informasiyanın arasındakı o qızıl sərhəd tuta bilən insanlar real informasiyanı tam dəqiqliklə bilməsələr də belə ən azı konspiroloji nəzəriyyələrə söykənmədən və yaxud fəlakət dəllallığı etmədən konkret olaraq hadisənin real mənzərəsinin ortaya çıxması ilə bağlı müxtəlif fikirlər səsləndirə və boşluğu doldura bilərlər. Eyni zamanda bizim sosial şəbəkədə olan istifadəçilərimiz də, həmvətənlərimiz də, xüsusilə fəal insanlar bu məsələdə də kifayət qədər fəal olmalıdırlar. Ayrı-ayrı qruplar tərəfindən, o cümlədən Ermənistandan və yaxud xaricdən, elə Türkiyənin özündən və s. elə ola bilsin ki, Azərbaycandan da kimlərsə bu məsələdən sui-istifadə etməyə çalışırlar ənənəvi qruplar. O baxımdan onların da yanlış informasiyaların qarşılığını alması üçün daha intensiv bir şəkildə dərhal prosesə müdaxilə edərək məlumatlar yaymaq və daha çox Azərbaycan-Türkiyə birliyinə fokuslanmaq, bizim taliyimizdə, tariximizdə bu qəbildən olan sınaqlardan çox çıxdığımızı xüsusi şəkildə vurğulamaq, Azərbaycanın hər zaman Türkiyənin Azərbaycanın yanında olduğunu daha çox qabarıq şəkildə önə çəkmək qənaətimə görə ən doğru yanaşmalardan biridir. O zamana kimi ki, real informasiyalar ortaya çıxacaq və o real məlumatlara uyğun olaraq konkret qərarlar qəbul edəcək. Mən şübhə etmirəm ki, həm Azərbaycan, həm Türkiyə, həm də dost Gürcüstan bu prosesdə real həqiqətlərin ortaya çıxmasında maraqlıdır və hər üç ölkə əlindən gələni eləyəcək ki, bu prosesdən üçüncü qüvvələr istifadə etməsin. Elçin bəy, bu mövzunu diqqətə saxlayacaq, az sonra yenidən bu mövzuya qayıdacaq, amma bugün Azərbaycan üçün həm də xüsusi bir gündür. Çünki Azərbaycan Konstitusiyasının qəbul olunduğu gündə 12 noyabr tarixidir. İstəyərdim ki, biraz bu mövzudan da danışaq. Bu baxımdan ki, bəlkə də illər öncə Konstitusiyanın əhəmiyyəti bu qədər vurğulanmırdı. İndi bizim üçün ona görə vacibdir ki, Ermənistan zaman-zaman iddia edir ki, Azərbaycan güya ərazi iddialarından çıxış edir, konstitusiyasına istinad edərək, xüsusilə də Azərbaycan Xalq Cumhuriyyətinin varisi özünü elan edir deyə bu Ermənistan tərəfində qıcıq doğurur. Azərbaycanın isə Ermənistandan tələbi var ki, konstitusiya dəyişikliyi edilməlidir. Bugünün əhəmiyyətinə toxunarkən həm də dediyim bu nüanslardan istəyərdim ki, söz açasınız. Tamamilə doğru vurğuluyursunuz. Evvela qeyd edeyim ki, Azərbaycan konstitusiyasında heç bir ölkəyə qarşı hər hansı bir formada ərazi iddiaları yer almayıb. Hüquqi varislik anlayışı isə, siyasi varislik, mənəvi varislik anlayışı isə ərazi iddiaları anlamına gəlmir. Ona qalarsa Ermənistan konstitusiyasında da həm Ermənistanın birinci respublikası iddia etdikləri həmin o ölkəyə, dövlətə deyək, daha sonraki proseslərə də konkret olaraq istinad var. Yəni, nəticə etibarilə əgər Ermənistan hesab edirsə ki, Azərbaycan Xalq Cumhuriyyətinin biz hüquqi varisliyini önə çəkməklə ərazi iddiaları ilə çıxış ediriksə, o zaman Ermənistan da nəticə etibarilə özünün hüquqi varislik prinsiplərini önə çəkməklə həmin reallıqla
barışdığını etiraf edir. Yəni mahiyyət etibarilə biz prosesdə ya tarixi nöqteyi nəzərdən, ya müasir beynəlxalq hüququn norma və standartları çərçivəsindən yanaşmalıyıq və təbii ki, müasir dövrdə tarixi nöqteyi nəzərdən hadisələrə yanaşılmaq mümkün deyil. Tarix vacibdir, önəmlidir xalqın milli yaddaşı üçün, düşüncəsi üçün, amma onun reallaşması, həyata keçirilməsi müasir standartlar, beynəlxalq hüquq prinsipləri çərçivəsində qeyri-mümkündür. Və digər tərəfdən təbii Azərbaycan Konstitusiyası qənaətimə görə dövründə, zamanında və daha sonradan əlavə edilən dəyişikliklərlə dünyanın ən demokratik və insan hüquq və azadlıqlarının, fundamental azadlıqlarının yer aldığı hüquqi sənədlərdən biridir. Ali qanundur, mükəmməl ali qanundur. Baxımdan da qənaətimə görə məsələyə daha çox bu kontekstdən yanaşılması prinsipi etibarilə doğru qiymətləndirilməlidir. Və müqayisə aparmaq istəməzdim Ermənistan-Azərbaycan Konstitusiyasından, amma əgər biz həm müstəqillik haqqında bəyannaməyə, həm müstəqillik haqqında Konstitusiya aktına Azərbaycan Respublikasının, həm də eyni zamanda ona istinad edən müddaların mahiyyətinə diqqət salsaq, bu tamamilə BMT nizamnaməsinə uyğun bir şəkildə hazırlanmış beynəlxalq hüququn bütün norma və prinsiplərini, o cümlədən insan hüquq və azadlıqları ilə bağlı bütün fundamental məqamları özündə ifadə edən mükəmməl bir sənəddir. Yəni Ermənistan Konstitusiyası ilə bir neçə dəfə dəyişən Ermənistan Konstitusiyası ilə müqayisə etsək, yəni Azərbaycan Konstitusiyasının məhz bu baxımdan, beynəlxalq hüquqa hörmət baxımından, sayğı baxımından prinsipləri önə çıxa bilər. Prinsip etibarilə Azərbaycana qarşı ərazi iddialarının Ermənistan Konstitusiyasında yer almasının özü belə bildiyiniz kimi Birləşmiş Ştatlar Millətlər Təşkilatının nizamnaməsinə zidd olan bir yanaşmadır və eyni zamanda orada iki müddəa da ki var, yəni beynəlxalq hüquqda, o cümlədən dövlətlərin daxili yerli hüquqlarında nəzərə çarpmayan faktorlardır. Bu da kilsə və diasporla bağlı olan məsələlərdir ki, bu prinsip etibarilə dövlətçilik fəlsəfəsinin mahiyyətinə, sekulyar dövlətçilik fəlsəfəsinin mahiyyətinə zidd. Baxımdan təbii biz öz ana qanunumuzla, konstitusiyamızla qürur duymalıyıq. Bu il 30 illiyidir və bu gün münasibəti ilə də mən də hər kəs təbrik edirəm. Təşəkkürümüzü bildiririk. Elçin bəy, minnətdarıq. Bugün də studiyamıza gəldiyiniz üçün, dəyərli fikirlərinizi paylaşdığınıza görə.